Tələbəm Zakir bəy uzun müddət yanıma gəlir. O məşqə başlayanda onda bir çox problemlər var idi. Yəni indi Zakir bəyin özünlə bağlı təəssüratları, dəyişimləri, yəni uzun müddət məşqə başlayıb və məşqə başlayandan sonra özündə nələrin dəyişdiyini hiss etməyini onun özündən eşidər. Buyur Zakir bəy. Salam öncəliklə. Mən də 7 aydır ki, artıq məşqlərə gəlirəm. Məşqə gələndə ən böyük problemlərimdən biri məndə onurğamda olan problemlər idi ki, məndə əyrilik var idi onurğada. Ki 7 ay ərzində xeyli bir yol irəliləmişik bununla bağlı. Yəni qamətim indi daha düzgün vəziyyətdədir. Daha sonra 7 ay ərzində çəkinin artırılması, artıq əzələ kütləsinin toplanması kimi nailiyyətlərimiz də olub, yəni inkişaf olub bu sahədə. Bir də ki, qida rejimim, yuxu rejimim düzəlib əvvəlkinə baxmış. Yəni indi əsas, belə deyək, idmanın əsas nüanslarından biri qidadır və qidalanmam düzəlib ki, bu da sağlamlığıma yaxşı təsir göstərir. Yəni belə. Yəni bundan sonra da davam edirik yolumuza.